Sabahınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bir neçə dəqiqədən sonra məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. Görüntülərdən də göründüyü kimi zərərçəkənlər artıq gəliblər. Onlar məhkəmə salonuna daxil olmağa başlayıblar. Məhkəmə prosesində 1989-1992-ci illərdə Ermənistan-Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində xalqımıza və ölkəmizə qarşı törədilmiş çoxsaylı cinayət əməlləri məhkəmə prosesində araşdırılır. Ermənistan vətəndaşı 15 nəfər, Arayik Harutunyan, Baku Sakyan, Arkadi Qukasyan, David Babayan və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, deportasiya, soyqırımı kimi cinayətlər törətməkdə təqsirli bilinirlər. Hazırki mərhələdə zərərçəkənlər ifadə verirlər. İş üzrə keçən çoxsaylı sənədlər var. Həmin sənədlər məhkəmə prosesində tədqiq olunur. Foto sənədlər, müxtəlif video materiallar nümayiş olunur. Törədilmiş həmin cinayət hadisələri məhkəmə prosesində elan edilir. Qeyd olunur ki, 1989, 1990-cı, 91, 92-ci illərdə, yəni hal-hazırda bu mərhələ məhkəmə prosesində araşdırılır. Azərbaycana qarşı çoxsaylı cinayət əməlləri, soyqırımı, kütləvi qətillər, deportasiya törədilib. Məhkəmə prosesində zərərçəkənlər ifadə verir və ifadələrində hansı şəraitdə, hansı təqib və təzyiqlə qarşılaşdıqları, əzizlərini necə itirdikləri barədə, eyni zamanda necə yurd yuvalarından didərgin salındıqları, onlara qarşı hansı bu təcavüzkar müharibə zamanı zərərin, ziyanın vurulduğu barədə məhkəmədə ifadələrində bildirirlər. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub. Eyni zamanda onlara rus və erməni dilində tərcüməçi ayrılıb. Eyni zamanda bu iş üzrə 531 mindən çox zərərçəkən var. Həmin zərərçəkənlərin də göründüyü kimi hər gün məhkəmə prosesində yalnız bir hissəsi iştirak edə bilir. Çünki qeyd etdiyimiz kimi yarım milyondan çox bu iş üzrə zərərçəkənlər var. 35 il ərzində Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə. Məhkəmə prosesində 35 il ərzində törədilən cinayət hadisələri araşdırılır. Bizim bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş ətraflı məlumatlar verməyə çalışacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.